2026 il tarixli igid qəhrəman oğullarımızdan biri olan kapitan Pənahov Əkbər Bəyləroğlunun anım günüdür. 9 aydan sonra nəşi tapılaraq bugünkü gün dəfn olunduğu gündür. Ruhu qarşısında ehtiramla baş əyirik. Bugün Əkbər sevərlər hər biri Əkbəri ziyarətə gəlir. Şəhid ailələri, şəhid sevərlər, ictimaiyyət nümayəndələri, icra hakimiyyət nümayəndələri hər biri özünə borc bilir ki, vətən torpaqları uğrunda qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalan igid oğulların xatirəsini yaddaşlarında hər zaman ehtiramla tutsunlar. Bugün Mayqana üçün nə qədər ağır olsa da, nə qədər çətin olsa da 9 aydan sonra oğluna qovuşduğu bir gündür. Mayqanıya və Əkbərin bütün ailə üzvlərinə Allahdan səbir diləyirik. Elə istəyirik ki, nə qədər ağır çətin olsa da Mayqanada bir-iki kəlmə öz ürək sözlərini çatdırsın bizim izləyicilərimizə. Balamın dəfn olan günüdür. Mənim üçün çətindir. Ona görə çətindir ki, hərbiçi idi. 30 illik torpağımız işğal altındaydı. O torpaqların alınmasına bunlar hazır idi, hərbiçi balalarımız. Bunlar igid oldu, qəhrəman oldu, 30 illik torpağı aldılar, vətən uğrunda getdilər. Ana vətən dedilər, getdilər. Anadan üstün bildilər vətəni. Çox çətindir mənim üçün. Nədən ki, balamın 9 ay yolunu gözlədim. Əkbərimin döyüş yolu Murov dağından keçdi, Murovda yaralandı, Kəlbəcərdə şəhid oldu, neytralda qaldı. Neytraldan götürə bilmədilər, sırada qar yağdı. Qara borana düşən balam, dağlarda qalan balam. Həmişə mən Raziyə xanım deyirsiniz, Mayqana və belə bayatı deyir. Bəxtiyar Vəhəbzadənin bizim ədəbiyyat kitabında da orta məktəbim deyir, vətənmə oğul desə nə dərdim? Mamrolov qayasında bitərdim. O Əkbər kimi oğullar oldu ki, 9 ay dağlarda qaldı. Əkbərin bəxtinə elə yazıldı. Bizi qoruyanları Allah qorusun. Heç bir anı bala dağı görməsin. Nə çox çətindir mənim üçün. Allah o iki balasını qorusun, yarını qorusun. Vətəninə əmanət 2 oğul evladı qoydu, getdi Rəsul Cavidan. Əkbərimin yolunu gözləyəndə dedim, Allahım, nə qədər qurbanlar deyilib. Bakıda yaşayan qohumlar, Rusiyada yaşayan qohumlar, Gürcistanda yaşayan qohumlar. Heç kimin qurbanı qəbul olmadı. Əkbərimin nə işi gələndən sonra 2 qurban kəstirdim. 7 qapıya paylatdım. Dedim, balamın nə işi tapıldı, ya Rəbbi, tapılmasa nə edərdim mən? Dövlət bilirdi harada olduğunu. Ancaq neytraldıydı, çətin zonadıydı, onu çıxarda bilmirdilər, qar yağmışdı. Hər yan dağlar minaydı. Ailədə mənlə balamın həyat yoldaşını, gəlinimi həmişə bizi aldadırdılar, deyirdilər ki, sağ gələcəkdir. Bir itkin düşənlər tapılanda gəlinimin sözü yadımda qalıb. Dedi, nə oldu bu itkin düşənlərin hamısı şəhid gəlir. O elə bilirdi ki, Əkbər sağ gələcək. Onda mənə çox təsir elədi ki, bu niyə belə dedi. Ümidinizdir. Ümidinizdir. Çox ümidlə gözləyirdik, ümidimiz üzüldü. Bizim yanımızda olanlar, Allah hamımıza ömür versin. Allah can sağlığı versin. Allah sizdən razı olsun, Raziyə xanım, Elmar bala. Burada olanlar bizim balalarımızı yaşadırsınız, kitab çap eləyirsiniz. Balalarımıza tarix yazan oğullara kitab çap eləyirsiniz. Sağ olun Elvin bala, həmişə bizim yanımızdasınız. Şəhidlərimizin aşiqisiniz, şəhidlərimizi paylaşırsınız. Ruhları sizə şəfayətçi olsun. Sağ olun, var olun. Silaha sarıldı Əkbər kimi qəhrəman oğullarımız. Vətən üçün sinələrini sipər etdilər düşmən gülləsinə. Can aldılar, can verdilər, amma bir qarış vətən torpağını mənfur düşmənə vermədilər. Bugün ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olub. Bugün Doğma Qarabağda Əkbərlərin canlarını fəda etdiyi Doğma Qarabağın hər bir köşəsində 3 rəngli Azərbaycan bayrağı qürurla dalğalanır. Ruhun şad olsun igid Əkbər, zəfər şəhidləri, qəhrəman şəhidlərimiz.
Bugün sizin gününüzdür. Bugün igid oğulların, unudulmaz oğulların tarih yazdığı bir gündür. Maygana, siz bize teşekkür etmeyin. Biz sizlere, siz analara, siz atalara teşekkür edirik ki belə qəhrəman oğullar böyütdünüz bu vətənin xilası üçün. Hər kəsin övladının gələcəkdə firavan yaşaması üçün əkbərlər canlarını qurban verdilər. Elə igid oğullarımız var ki 18 yaşında, elə igid oğullarımız var ki körpələrinin üzünü belə görmədən vətən üçün silaha sarıldılar, vətən dedilər. Və burada mən şəhid aşiqlərini görürəm, şəhidsevər xanımlarımızı, bəylərimizi görürəm. Onların hər biri şəhidlərimizin xatirəsinə hər zaman ehtiramla yad edirlər. Mən istəyirəm aramızda bir şəhidsevər də var. Hacı xanım, bir-iki kəlmə sizə öz ürək sözünüzü deyin. Elvin Oruç çək, Elvin Oruç Əkbərimin ilk yoldaşlarıdır, akademiya qızı. Başlayın. اللهم اغفر للمؤمنين والمؤمنات والمسلمين والمسلمات
Allah her birini yerinden çıkartır. Beyler kardeşler, may qabaqlar, sizi kutsalda düşərdə Allah'ın və burada bir yeganə bir şey var. Şəhidləri birbirine ayırmaq. Çok biraz təsvir var. Bak bu təzminə yüzündə şəhidimizi Gəlavətdə mənim oğlum. Elə bir şey şəhid oldu. Çünki mənim oğlum gibi də şəhid oldu. Onlar çox birbirindən dost olurlar, sadiq olurlar. O sevişmə bizlər əziyyət çəkməyik deyə. Mənim oğlum qəhrəmanlıqla şəhid oldu. Qarşıda baş verir şəhid oldu. Əllərdə hər bir qarşıda baş verir. O bacısı da varım, satılır ağrısı, yaş ağrısı, o dərd ağrısı. Hər birinin qarşıda baş verir. Şəhid atalar, şəhid atalar, Allah qandırır. Allah qalan bağlar. Şəhidimin Allah əmanətləri qorusun. Tarix boyu biz onları cərgəmizdə görmədik. Çiçəklənən, gözəlləşən ölkəmizdə görmədik. Bugün şəhid kapitan Əkbər Bəyləroğlu Pənahovun anı. Mən deyərdim ki, onlar elə öldüyü gün ölümsüzlük qazanıb yenidən dünyaya gələnlər. Onların təkcə anı günündə elə onları yenidən hər kəs bir neçə dəfə dünyaya gələ bilər. Qəhrəmanlar bizim baş ucalığımızdır. Şəhid atalar, şəhid analar. İnsan dünyaya gələndən ta qəbr evinə qədər Azərbaycan Türk dünyasına aiddir. Bu şəhidlərin adını hər zaman müqəddəs tutmalıdır. Bax bu aydın səmamız üçün, bu gözəl günlərimiz. Əkbərlə birlikdə 2016-2017 yıllarda ikinci ordu korpusunda çox işinə sadiq, vəzifəsinə sadiq, insani keyfiyyətləri, sadəliyi, həqiqətən də bir peşəkar zabit kimi özünü göstərmişdir. Qonaqlara təşəkkür edirəm. İş yoldaşlarıdır, kursant yoldaşlarıdır. Allah sizə can sağlığı versin ki, siz bu şəhidlərimizi anlı günləri, ad günlərində iştirak edə biləsiniz. Allah sizləri var edəsin, şəhid valideynlər, şəhid anaları. Hamımızın qarşınızda başlayır. Diqqətinizə görə təşəkkür edirəm. Günü Əkbərin mövzudur. Allah sizləri var eləsin. Ayaqda durmağı bacarasınız. Allah gözün versin. Tədbirdən sonra bu da mərasim evində insan süfrəsidir. Xahiş edirəm hamı bir nəfər kimi orada yığılaq, oturaq, çayımızı, çörəyimizi, insanımızı qəbul edək. Hamıya mən minnətdaram ki, hamı bir adam kimi orada məclisdə iştirak edəcəkdir və bu torpaqların alınması, bu müharibədə də Ali Baş Komandan başda olmaqla bizim icra Rauf müəllimin kollektivi və bütün əskərlər, zabitlər hamısı milli qəhrəmandır. Bu dövlət qurumlarının, prezidentin ətrafında birləşdilər, hamısı mümkün birləşdilər. Torpaqlarımızı, 20%-dən çox olan torpaqlarımızı mənsur işğalçılardan azad elədilər. Bu böyük bir qəhrəmanlıqdır, böyük bir tarixdir. Bunlar qızıl hərflə tarixə yazıldılar. Qoy bütün şəhidlərimizi Allah məqamlarımızı eləsin, ruhları şad olsun. Allah valideynlərinə də dözüm versin ki, evlatlarını belə yad elətməyə imkanlar olsun. Sağ olun, təşəkkür edirəm. Kəbərəllahu rəhmət.